Yəni fikir vermək lazımdır ki, fırlananda keçib ilişməsin. Əgər keçib ilişirsə, qab yuyanınız işləməyəcək. Sonra filtra aid olan bir hissədən bunu da göstərim. Bunu da su altında yuyursan. Və mən dediyim kimi 15 gündən bir baxır vəziyyətə, bir aydan bir tam maşının içini çıxardır və ona bir maye alıram. Onu mən sizə çəkib göstərəcəm. O mayeni qoyursan və o qab yuyanda olan iyi, qab yuyanda olan bütün nə belə deyək ki, yeməkdən töküntülər qalıbsa, onun hamısını təmizləyir. Çox yaxşı bir maddədir. Və bunu da deyim ki, qadınlar üçün qab yuyan çox lazımlı bir vasitədir. Çünki uşaqla ana oynadıqda ananın əlindən tutmuş olur qab yuyan. Hər bir kəsə isə təşəkkür edirəm ki, mənə qulaq asdınız. Var olasınız. Sağ olun. Salam hörmətli izləyicilər. Mən bu günləri qab yuyan maşına hansı maddələrdən istifadə eləyirəm, hansı qabları qoyuram orada yuyulsun, hansı qabları qoymuram orada yuyulmağa, sonra onların qoyulma düzülüş qaydasına qədər bu günləri sizə başa salacağım. Deməli, birinci keçim ki, taxta qaşıqları istifadə eləmək olmaz. Çünki qab yuyana ziyandır. Sonra keçək sizə duzu deyim. Yəqin ki, bilirsiniz, hər firmanın öz duz dənəcikləri var. Bu duz dənəciklərini bu qab vasitəsilə qoyur və onu tökürəm, duzu. Sonra bizim filtrimiz var. Gördüyünüz kimi belə bir filtr var. Bunu 15 gündən bir və ya bir aydan bir çıxardırsan və bunu yuyursan adi suyun altında. Sonra bu fırlanır. Altda da olur, üstdə də olur. Və hətta sizə bir şey də deyim ki, qabları düzəndə o hansı istiqamətdədirsə tarelkaların qoyulma istiqaməti o istiqamətdə qoyulmalıdır tarelkalar. Üstəgəl elə eləməliyik ki, bunlar fırlananda qablara dəyməsin. Adətən salam hörmətli izləyicilər, mən bu günləri qab yuyan maşına hansı maddələrdən istifadə eləyirəm, hansı qabları qoyuram. Yəni fikir vermək lazımdır ki, fırlananda keçib ilişməsin. Əgər keçib ilişirsə, qab yuyanınız işləməyəcək.